Bəli, əzizlər, Kərbala faciəsi İslam tarixinin ən böyük və ən təsirli hadisələrindən biridir. Bu hadisə təkcə bir döyüş deyil, haqq ilə batilin, ədalət ilə zülmün, iman ilə dünyapərəstliyin qarşı durmasıdır. Kərbala məktəbi əsrlər boyu insanlara azadlıq, izzət, səbir, fədakarlıq və Allah yolunda qurban verməyi öyrətmişdir. Hicri 61-ci ildə baş verib, dediyim kimi, Aşura günü, yəni 10-cu gün, Məhərrəm ayının İmam Hüseyin və ailəsi 72 sahabəsi Kərbala çölündə şəhid edilib. Peyğəmbər əleyhissalamın vəfatından sonra xilafət tədricən öz həqiqi mahiyyətindən uzaqlaşdı. Nəhayət, Yezid ibn Muaviyyə hakimiyyətə gəldi. Yezid açıq-aşkar günah işlədən, dini hökmləri pozan bir şəxsdir. Hazreti İmam Hüseyin də belə zalimin hakimiyyətini təsdiqləmədi. Və əgər onu təsdiqləsəydi, onu İslamı məhv etmək kimi bilirdi. Və buyurdu, mən zülm etmək, fitnə fəsad törətmək üçün deyil, cəddin Peyğəmbərin ümmətini islah etmək üçün qiyam edirəm. Hər kim həlmin nasir yansuru mənə qoşulursa, cəddin Peyğəmbərin dininə yardım eləsin. Buna görə əzizlər, xarici alimlər, filosoflar, hətta müsəlman olmayan, xalqımızın dəyərli böyük ziyalıları, tanınmış yazarları əsərlərində Hz. İmam Hüseyndən, Kərbaladan yazıblar. 1387 ildir bu ilə hesablayansan, bu faciə baş verib, möminlərin qəlbindən bu hərarət sönmür. İmam Hüseynə sevgi artır. Çünki Peyğəmbər buyurmuşdu, qiyamət gününəcən müsəlman möminlərin qəlbində İmam Hüseynə sevgi, hərarəti qalxacaq. İmam Hüseyin əleyhissalamın qiyamının məqsədi hakimiyyət uğrunda mübarizə olmadı. Məqsəd İslamı qorumaq idi, əzizlər. Əmr bil məruf və nəhyən əz münkər etmək idi. Zülmə qarşı çıxmaq, insanları oyatmaq, Peyğəmbərin əleyhissalamın sünnəsini dirçətmək idi. Ona görə imam buyurdu, məgər haqqa əməl olunmadığını və batildən çəkinmədiyini görmürsünüz? Yəni bunlar çəkinmirlər batildən. Haqqa əməl etmirlər. Görmürsünüz bunu? Kərbala hadisəsi Quranda adı ilə qeyd olunmasa da əzizlər, onun ruhuna və mahiyyətini açıqlayan çoxlu ayələr var. Məsələn, Hud surəsində 11-ci surə 113-də Allah buyurur, zalimlərə tərəf meyl etməyin ki, sizə od toxunar. İmam da demişdi, mən ona beyət etsəm, gərək ondan odda yanam. İmam, bax, Yezdə beyət etməməklə bu zalimə. Və bu ayəni əməli şəkildə həyata keçirtdi. Quranın başqa ayələri var ki, möminlərdən elələri var, Allahla bağladıqları əhdə sadiq qalarlar. İmam onu elədi. Bu ən gözəl nümunədir ki, onu imam və onun sahabaları eləmişdir. Allah Teala yolunda öldürülənlər ölü deməyin, əksinə onlar dilidir. Bəqərə 154, Ali İmran 169. İmam bax, bu ayələrin parlaq təcəssümüdür.
207 bəqərə. İnsanlardan eləsi var, Allahın razılığını qazanmaq üçün canını satar. İmam Hüseyin və sahabaları bax, fəda etdilər öz canlarını bu yolda. Bu ayəyə bariz nümunədirlər. Peyğəmbər əleyhissalam Kərbala haqqında demişdi ki, dəfələrlə bu baş verəcək. Necə ki, Hüseyin məndən, mən də Hüseyndən. Yəni, bu hədis Peyğəmbərdən onu bildirir ki, Peyğəmbərin risalətinin davamıdır İmam Hüseyin əleyhissalamın bu qiyamı. Peyğəmbər buyurur, Həsən və Hüseyin cənnət cavanların ağalarıdır. Və Ümmü Sələmə nəqd edir, Cəbrail Peyğəmbərə əleyhissalama Kərbala torpağını gətirdi və İmam Hüseyin əleyhissalam da orada idi. O, bu uşağın şəhid olacağını xəbər vermişdi. Oradan torpaq gətirib, Peyğəmbər o torpağı iyniyib, üzünə sürtüb, verdi Ümmü Sələməyə. 50 il üstündən keçəndə o torpaq qana dönmüşdü. Ümmü Sələmə elan elədi ki, İmam Hüseyin Kərbalada şəhid olur. İmam buyurur, əgər dininiz yox, heç olmasa dünyada azad olur, bu söz Kərbalanın əsas şüarlarından biridir. İmam Aşura günü zillət bizdən uzaqdır. Müsəlman heç vaxt zülüm qarşısında alçalmamalıdır. Yəni Kərbalada şəhid oldu Əli Əkbər, Qasım, Abbas əleyhissalam, 6 aylıq Əli Əsqər əleyhissalamlar. İmam Hüseyin bunların hamısının Allah razılığı üçün geri çəkilmir. Allah bu imtihanı İmam Hüseyinə vermişdi. Allah belə yazmışdı. Belə istəyirdi, imam da geri çəkilmədi. Allah istəyən bütün böyük yazıya razı oldu. İmamın bacısı Zeynəb əleyhissalam bu müsibətə çox səbr etdi Kərbalada. Şamda və Küfədə həqiqəti bəyan edərək Kərbala mesajını yaşatdı. Elan elədi bütün cəmaata, bu əsirlər və bu neyzə başında olan başlar Peyğəmbərin övladlarıdır. Buyururlar, Aşura gecəsi İmam Hüseyin çırağı söndürmək üçün tapşırıq verir. Düşmən yalnız mənni istəyir, məndən dava edir, kim istəsə gedə bilər. Lakin sahabalar səni tək qoymarıq, getmədilər. O gecə məşəl çıraq söndürsə də İmam Hüseyin, onlar getmədilər. Demək, bu gecə vəfa və sədaqətin ən böyük nümunəsidir. Həzrət Əbəlfəz əleyhissalam Fərat çayına çatıb, bilirsiniz, istədi su götürsün. Özü susuz olsa da o sudan içmədi. Hüseyin susuz ikən mən necə su içim dedi. Ancaq o məşq qabını, yəni o su qabını doldurub uşaqlara xeyməyə gətirəndə şəhid oldu yolda. Görürsən, ona Babül Həvaic deyirlər. Yəni hacatlar qapısı, şəfaxana. İmam Hüseynin 6 aylıq körpəsi Əli Əsqər üçün su istədikdə düşmən ox atara körpəni İmam Hüseynin qucağında şəhid etdi. Boğaz parçalandı. Baş, dəri üstə sallandı. Bax, bunlar Kərbala hadisəsidir və ən ürək dağlayan səhnələrdən biridir. İmamın qucağında 6 aylığı. Mən bunu firəngə, Ruma aparsam günahı var, yox. Öz adını bilmir, süd adını bilmir, vuran əli yox, yeriyən ayağı yox. Bunu desə də onlar əhəmiyyət vermədilər. Rey mülkiyyəti, rəyasət, dünya malına tama onları bu yoldan çıxartdı. Körpə uşağı günahsızı imamın qucağında hərmələ məlun 3 şöybəli ox ataraq onun boğazını orada parçaladı. 3 dənə ox gətirmişdi Kərbalaya. Birini Əbülfəzl Abbas əleyhissalama, biri İmam Hüseynə. Dediyim ki, biri də Həzrət Əli Əsgər, o 6 aylıq balaya o oxu atmışdır. Kərbala bizə öyrədir ki, haqqın tərəfində olmaq say çoxluğu ilə ölçülmür. Zalimlə barışmaq olmaz. Allah yolunda qurban vermək lazımdır.
İzzət həyatdan daha qiymətlidir. Həqiqət uğrunda mübarizə əbədi və daimi qalır. İmam Sadiq Əleyhisselam buyurur, Hüseynin hərarəti, yəni möminlərin qəlbində heç vaxt sönməz. Ki, babam Peyğəmbər də bunu deyibmiş. Kərbala bir günün hadisəsi deyil, bir məktəbdir. Aşura bizə öyrədir ki, insan lazım gəldikdə, bəli, mal, övlad, can, Allah yolunda keçməlidir. İmam Hüseyin Əleyhisselam öz qanı ilə İslam ağacını suvardı və dinin həqiqi simasını qorudu. Buna görə də milyonlarla insan hər il onun üçün azad saxlayır və hər gün Aşura, hər yer Kərbala şuarı edirlər. Məsələn, Ərbəyin vaxtı dünyanın hər yerindən milyonları Kərbalaya axışır. İmam Hüseyin şəhadətinin 40-cı günü. Allah bizi əziz məclis əhli, İmam Hüseyin Əleyhisselam, Həzrət Abbas Əleyhisselam, Əli Əkbər Əleyhisselam, Əli Əsqər Əleyhisselam və bütün Kərbala şəhidlərinin yolundan, onlara olan o məhəbbətdən, sevgidən bizi döndərməsin inşallah. Esselamu aleykə ya Əbu Abdillahül Hüseyin. Esselamu aleyk Ali ibn Hüseyin. Esselamu aleyk evladil Hüseyin. Esselamu aleyk ashabil Hüseyin.